Bismillah. 16 iyul üçün bürclərin ən şok proqnozu, ən doğru proqnozu belədir. Qoç, gün ərzində gözlənilməz fürsət qarşınıza çıxa bilər. Sakit və düşünülmüş qərarlar sizə üstünlük qazandıracaq. Boğa, maliyyə məsələlərində ehtiyatlı olun. Yeni gəlir mənbəyi ilə bağlı xəbər almağınız mümkündür. Əkizlər, ünsiyyət, danışıqlar və sənət işləri üçün əlverişli gündür. Vacib görüş uğurla nəticələnə bilər. Xərçəng, ailə və şəxsi münasibətlərdə anlayışlı davranın. Köhnə problemləri həll etmək imkanı yaranacaq. Şir, enerjiniz və cazibəniz yüksək olacaq. İşdə və şəxsi həyatda diqqət mərkəzində ola bilərsiniz. Qız, planlı hərəkətiniz sizə uğur gətirəcək. Sağlamlığınıza və istirahətinizə də vaxt ayırın. Tərəzi, gözlənilməz xoş xəbər və ya maraqlı təklif ala bilərsiniz. Münasibətlərdə harmoniya artacaq. Əqrəb, emosional qərarlar verməyin. Mübahisələrdən uzaq durmaq gününüzü daha rahat edəcək. Oxatan, səfər, təhsil və yeni layihələr üçün uğurlu gündür. Qarşınıza çıxan fürsəti qaçırmayın. Oğlaq, zəhmətinizin bəhrəsini görməyə başlayacaqsınız. Karyera ilə bağlı sevindirici xəbər mümkündür. Dolça, yaradıcılıq və fərqli ideyalarınız uğur gətirəcək. Maliyyə baxımından müsbət dəyişikliklər ola bilər. Balıqlar, güclü intuisiyanı sizə düzgün seçim etməyə kömək edəcək. Axşam saatları xoş keçəcək. 16 iyulun ən şanslı bürcləri Şir, Oxatan, Oğlaq. 16 iyulun ən gərgin bürcləri